Ölkəmizdə səfərdə olan Serbiyanın Novi Pazar şəhərinin meri Nihat Bişeviçin rəhbərliyi nümayəndə heyəti mədəniyyət paytaxtımız Şuşada olub. Səfər çərçivəsində Şuşa və Novi Pazar şəhərləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair memorandum imzalanıb. Serbiyanın Novi Pazar şəhərinin meri Nihat Bişeviçin rəhbərlik etdiyi nümayəndə heyəti prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdü. Serbiyalı qonaqlara 270 illik tarixi olan şəhərdə həyata keçirilən bərpa və yenidən qurma işləri barədə məlumat verildi. Görüşdə Şuşa ilə Novi Pazar şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalandı. İmzalanmış sənəd Şuşanın yeni tarixinə düşəcək və eyni zamanda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında olan strateji münasibətlərin məntiqi davamı olaraq xalqlarımız arasında olan münasibətlərin daha da möhkəmləndirilməsinə, mədəni, sosial, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir. Şəhərlər arasında əməkdaşlığın genişləndirilməsini Azərbaycan-Serbiya münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirən Novi Pazar şəhərinin meri Nihat Bişeviç əməkdaşlığın genişləndiriləcəyinə ümidvar olduğunu dedi. Azərbaycan və Serbiya arasında əlaqələrin inkişafı üçün böyük potensial var. Eyni zamanda Şuşa ilə Novi Pazar şəhərləri arasında əməkdaşlıq üçün çox böyük potensial mövcuddur. Biz iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edə bilərik. Qarşıda böyük perspektivlər var. Şəhərlərimizin qardaşlığı ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. İki şəhər arasında qardaşlaşma haqqında memorandumun imzalanmasından sonra Novi Pazar şəhərinin meri Nihat Bişeviçin başçılıq etdiyi nümayəndə heyəti Şuşada işğal dövründə dağıdılmış abidələri, eləcə də işğaldan sonra həyata keçirilən bərpa quruculuq işləri ilə tanış oldular. Bundan başqa qonaqlar Şuşa qalasını və Cıdır düzünü gəzirlər. Qeyd edək ki, bundan əvvəl 6 ölkənin şəhərləri ilə Şuşa şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb. Lakin Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfədir ki, belə bir sənəd mədəniyyət paytaxtında tərəfləri bir araya gətirir. Rauf Məmmədov, Elşad Eydarov, Rüstəm Mikayılzadə, Mümtaz Xəlilzadə, ASTV Xəbər.